Eyaz mətni ilə davam edirik. Demək, baxaq suallarına Eyaz mətninin. Bizdən nə istəyir? Mətndəki əsas fikrə uyğundur. İşi iş bilənə tapşırırlar. Biz nə görürük? Sultan Mahmudun Eyaz adlı dərrakəli, dürüst bir sərkərdəsi var idi. Yəni burada bu haqda danışılır. Digər sərkərdələr də Sultan Mahmuda deyirlər ki, Eyazın hansı hünəri var ki, siz ona 30 nəfərin maaşı qədər haqq ödəyirsiniz. Bunun izahı olaraq, ümumiyyətlə cavabı olaraq Sultan Mahmud bir iş tapşırır hər birinə. İş tapşırdıqdan sonra da Eyazı yönləndirəndə Eyaz gedir ətraflı məlumat gətirir. O zaman Sultan Mahmudun cavabı belə olur. İndi Eyaza niyə 30 nəfərin əmək haqqına bərabər ödəniş verdiyimi anladınızmı? Görürsünüz, bu belə onun bacarığı qarşılığında azdır. Yəni biz buradan görürük ki, Eyazın bu qədər dərrakəli, dürüst bir sərkərdə olmağının, Sultan Mahmudun onun xətrini çox istəməyi, digərlərindən fərqlənməyinin səbəbini mətndə görə bilirik. Ona görə də burada çıxan əsas fikir nə olar? İşi iş bilənə tapşırarlar, düzdür. Ziyanın yarısından qayıtmaq faydalıdır. Ziyanın yarısından qayıtmaq faydalıdır fikri burada mətnin heç bir yerində bizə göstərilmir. Nə burada Eyaz belə deyək də bir səhv eləyir ki, o səhvi tutaq səhv elədiyini anlayır və işin yarısından bu səhvin yarısından qayıdır və yaxud elə Sultan Mahmudun özü də. Yəni ona görə bu ikinci fikir burada yanlışdır. İkinci fikri silirik. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yəni çörək ver çörəkçiyə, yəni bunu çörək qazanana, bacarana və daha da artıq onu qiymətləndir. Yəni biz burada Eyazın da digərlərindən daha çox qiymətləndirdiyini görə bilirik. Ona görə 3 də düzdür, 1 də düzdür. Böyük işləri vəd vermədən gör. Yəni burada nə Eyazın, nə Sultan Mahmudun, Sultan Mahmudan Eyaza bir vədi, Eyazın və yaxud Sultan Mahmuda bir vədi yoxdur. Ona görə də 4-ü də silirik. Cavabımız qalır nə? C variantı 1-3. Mən mətni əvvəlcədən oxumuşam. Yəni ona görə də cavabları bu cür deməyim normaldır. Üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri müəyyən edin. Deməli, rəqəm yazılmış ifadələrimiz hansılardır? Biri burada hünərdir. Hünər. İkincisi hörmətlədir. Üçüncüsü öyrəndimdir. Dördüncüsü də ağzı açıla qalmış şəkildə. Deməli, mərifəti sözü ilə əvəz edilsə, kontekstə daha uyğun olar. Burada hünər onun bacarığı mənasındadır. Mərifət də tərbiyə mənasında, ədəb ərkən mənasında işlənir. Marif mənasında da işlənə bilər, o artıq buraya heç uyğun deyil. Ona görə də kontekstə daha uyğun olar ifadəsi yanlışdır. Çünki burada hünər onun bir bacarığı mənasındadır. İkinci, ehtiramla məcazi mənalı qarşılığıdır. Eyaz hörmətlə təzim edərək. Hörmətlə təzim etməyi onun məcazi mənası deyil onsuz da. Hörmətlə burada həqqi mənadadır. Ehtiramla da əvəz eləsək, məcazi mənalı qarşılığı olmayacaq. Ona görə ikinci fikir də yanlışdır. Məlumatları öyrəndim. Bütün lazım olan məlumatları öyrəndim. Peşə öyrənmə ifadəsində mətndəki mənasında işlədilmişdir. Hər hansısa bir peşə öyrənmək ona yiyələnmək mənasındadır. Yəni o bacarığa yiyələnmək mənasındadır. O peşəyə yiyələnmək mənasında. Yəni sirləri öyrəndim də orada. Hər hansısa bir bacarıqları öyrəndim. Amma getdim məlumatları öyrəndim. Burada öyrəndim mənasında, peşə öyrənmə mətndəki mənasında işlədilmir. Yəni bu hər hansısa bir peşənin sirlərinə bələd olmur. Sadəcə bir məlumat var, gedir onu öyrənir. Ona görə üçüncü fikir də yanlışdır. 4. Ağzı açıla qalmaq, sərkərdələr bütün bunları ağzı açıla qalmış şəkildə dinləyirlər. Yəni ağzı heyrətli şəkildə heyrətlənərək dinləyirlər. 4 düzdür, heyrətlənmək mənasındadır. 5. 5 nə deyir? Üz döndərmək frazoloji birləşməsi ilə əvəz edilə bilməz. Baxırıq. Padşah sərkərdələrinə doğru üzünü çevirib deyir. Üzünü çevirib, yəni burada heç frazoloji birləşmə deyil. Üzünü çevirib deyir. Üz döndərməkdə, yəni kimdənsə
küsmək mənasında, incimək mənasında, ondan imtina etmək mənasındadır. Üz döndərmək məcazi mənadadır. Üzünü çeviribsə məcazi mənada deyil. Ona görə də əvəz edilə bilməz. Düzdür, əvəz edilə bilməz. Gərək o frazoloji birləşmə olsun ki, mən onu üz döndərmək ifadəsi ilə əvəz edilə bilim. Çünki frazoloji birləşmənin özünü nə ilə əvəz eləməliyəm mən? Elə frazoloji birləşmə ilə. Üzünü çevirmək də burada frazoloji birləşmə deyil. Ona görə cavabımız olacaq nə? 4-5. Mətndə tünd qara hərflərlə verilmiş fikirləri hansı deyimlə qüvvətləndirmək olar? İndi yaza, niyə 30 nəfərin əmək haqqına bərabər ödəniş verdiyimi anladınızmı? Görürsünüz, bu belə onun bacarığı qarşılığında azdır. Baxaq, hər kəs öz əməlinin meyvəsini dərər. Bəli, belə cavabımız olacaq A variantı. Nəyə görə? Yəni, Eyaz digərlərindən nəyinə görə fərqləndirilirdi? Yəni, bunun bacarığı var idi. Gedirdi, hətta verilən tapşırıqda da digərləri çox qısa bir məlumat öyrənsə də, Eyaz gedirdi, hər tərəfli bu tapşırığı yerinə yetirməyə çalışırdı və öz əməlinə görə də qiymətləndirilirdi. Ona görə də cavabımız elə A variantı olacaq. Hər əsrin bir Koroğlusu var. Eyaz burada xüsusi bir qəhrəmanlıq ciddi göstərilmir. Hər şeyin təzəsi dostun köhnəsi, dostla bağlı da bir məsələ yoxdur burada. Hər kişi gücünə görə yük daşıyar. Yox, D variantda deyil. Hər kəsə öz adəti xoş gələr. Heç E'nin də bura uyğunluğu yoxdur. Mətndəki nöqtələrin yerinə hansı ifadə artırılsa, məzmuna və Eyvazın xarakterinə uyğun olar. Deməli, nöqtələr. Sultanım, siz digər sərkərdələrə tapşırıq verər-verməz. Ona görə də gedib bütün lazım olan məlumatları öyrəndim. Baxaq, sərkərdələrin sizə şikayətləndiyini xatırladım. Baxın, xarakterinə uyğun olsa, bu adam dərrakəli adamdır, dürüst adamdır. Bəlkə dürüstlüyünə görə bunu götürmək olar, amma məzmuna görə götürmək olmaz. Çünki şikayətləndiyini xatırladım. Yəni, sırf ona görə həm də dərrakəli adamdır bu. Gedib bütün lazım olan məlumatları öyrəndim. Yəni, bu olmaz. Yəni, bilir ki, öz əməlinin meyvəsini dərəcək. Ona görə anı çıxırıq. Marağımı örtbasdır elədim. Bu maraq məsələsi deyildi. Sizin tapşırığınızı xatırladım. Sizin tapşırığınızı xatırladım uyğun olar. Çünki baxırıq da xarakteri nədir? Dərrakəlidir. Həmçinin də fərasəti, bacarığı var. Ona da uyğun, həm məzmuna uyğun gəlir, həm də Eyazın xarakterinə uyğun gəlir. O görə cavabımız olacaq C variantı. Başqa sərkərdələrinizin işə yaramayacağını anladım. Bu Eyazın xarakterinə heç uyğun deyil. Nə ilə maraqlanacağınızı təxmin etdim. Nə ilə... Yox, cavabımız elə C variantı olmayacaq. Sizin tapşırığınızı xatırladım. Dərrakəlidirsə, bağışlayın, yadından çıxarmazdı elə. Səhv məndədir, üzrlü sayın. Ona görə C variantı olmaz. Başqa sərkərdələrinizin işə yaramayacağını anladım. Bu, onun xarakterinə uyğun deyil, dediyimiz kimi. Nə ilə maraqlanacağınızı təxmin etdim. Nə ilə maraqlanacağınızı təxmin etdim. Həm Eyazın xarakterinə, həm də mətnin məzmununa uyğun gələr. Sonra 41. Mətnin tərkib hissələri ilə bağlı doğru fikrin. Tərkib hissələrim nədir? Girişdir. Giriş. Əsas. Bir də nəticə. Baxırıq. Tərkib hissələrin ardıcılığı pozulub. Tərkib hissələrin ardıcılığı pozulmağı rastlamadım mən. Yoxdur belə bir şey. Yəni, hər biri doğrudur. A yanlışdır. B. Giriş hissədə əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Mümkündür. Nəyə görə mümkündür? Baxın, dərrakəlidir, dürüsttür. Yəni, ona görə də rahatlıqla xarakteri ilə bağlı biz bir məlumat əldə edirik. Yəni, qənaətə gəlirik ki, Eyaz həm dərrakəlidir, həm dürüsttür. Xarakterini artıq bəlli edir burada obraz. Ona görə B variantı olacaq. C. Sultan Məhmudun ədalətsiz olduğu nəticə hissədə bilinir. Yox, niyə ədalətsiz olduğu bilinsin ki? Çünki səbəbini də izah eləyir. Nəyə görə bu qədər bəxşişlə verdiyini izah eləyir. Hər kəsə heyrətlənirdi onun fərasəti qarşısında. Ona görə də ədalətsiz olmaz. Sonluqda mətndən çıxan nəticəni ifadə edən
deyim verilib. Sonluqda Eyaz tək başına 30 sərgəni əldə edə biləcəyindən daha çox məlumat toplamış, bacarmadığını bacarmışdı. Eyazın əleyhinə danışanlar isə utanmış, etdiklərinə peşman olmuşlar. Burada heç bir deyim yoxdur. Sonra Sultan Eyaza münasibəti yalnız əsas və nəticə hissədə özünü göstərir. Elə giriş hissədə də göstərir. Nəyə görə göstərir? Deyir, onun xətrini çox istəyir. Bütün sərkərdələrdən daha artıq ödəyirdi. Yəni buna bir demək olar ki, münasibəti var artıq. Ödəyirdisə, biz demək buna bir münasibət bəsləyir də, düzdür, həm də xətrini çox istəyir. Ona görə də giriş hissədə rahatlıqla bu məlumatı ala bilirik. Ona görə də E variantımızda yanlış olacaq. Mətnə görə Eyazın başqa sərkərdələrdən fərqləndirən xüsusiyyəti nə idi? Hazır cavablıq olmaz, itaətkarlıq olmaz, digərləri də onsuz da itaət eləyirdi. Qorxmazlığı yox, qorxmazlıq məsələsi deyildi bu. Sadəliyi də olmaz, fərasəti olar, fərasəti. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz. Giriş hissəsinə aid. Deməli, Sultan Mahmudun sevimli sərkərdəsi ola bilər. Olar, çünki onun xətrini çox istəyir. Ad düzdür, işlədə bilər, amma bizdən bilməzi istəyir. Eyvazın gözəl keyfiyyətlərə malik olması var. Dərrakəli, dürüst daha doğrusu. Eyazın başqa sərkərdələrdən üstün tutulması burada da var. Sərkərdələrdən daha artıq ona haqq ödəyirdi, onu üstün tuturdu. Bu da düzdür. Eyaza digərlərindən daha artıq haqq ödəməsi var. Daha artıq haqq ödəməsi burada da yazılıb. Eyazın başqalarından fərqli xüsusiyyətləri burada yoxdur. Eyazın başqalarından fərqli xüsusiyyəti biz artıq əsas hissədə bundan tanış oluruq. Baxın, elə Sultanım, siz digər sərkərdələrə tapşırıq verər-verməz hissəsinə baxa bilərsiniz. Orada rahatlıqla cavab bəllidir. Ona görə də E variantı olmaz. 44. Mətndəki problem. Problemin əlini tapmasına səbəb olur. Deməli, mətndəki problem Eyazın davranışı deyil. Sərkərdələrin narazılığı düzdür. Səbəb nə olur həllini tapmağı? Sultan Eyazın zəhmətini qiymətləndirməsi bu problemin həlli üçün olan bir səbəb deyil. Üçü çıxırıq. Deməli, Sultan sərkərdələrinə tapşırıq verməsi, bəli, belə deyək də, bir problem qoyur ortalığa, bir məsələ qoyur. Onu həll eləmək üçün də sərkərdələrin, Eyazın reaksiyasına baxır və tapşırığı həll yollarına baxır. Demək, tapşırıq verməsi düzdür. Eyazın bacarığı da göstərir ki, bu məsələni necə həll eləyir. 45-də Sultan Mahmud obrazına aid iki xarakterli xüsusiyyət. Sultan Mahmud iki xarakterli xüsusiyyət deyirsə, biz bunu nitq hissəsi olaraq, əsas nitq hissəsi olaraq ya sifətlə verəcəyik, ya da fe'li sifətlə verə bilərik. Fe'li sifətlə. Bax, sifətlə necə verə bilərik? Ağıllıdır, ağıllıdır. Tədbirli deyə bilərik. Bir tədbir görür də, düzdür. Və yaxud qədirbiləndir, fe'li sifət olaraq verə bilərik. Ona görə də bu cür xarakter xüsusiyyət yaza bilərik. Boş qalanlarına uyğun fikirlər də burada cədvəldir. Kodla açıq suallarda, daha doğrusu imtahanda bunu abituriyentlərin özü görür. Bu qədər. Bu mətnin izahı da bu qədər. Digər mətnin də izahı birazdan yerləşdiriləcək. Çox sağ olun, təşəkkürlər edirəm.